Salam, bizim bugünkü dərsimiz əvəzlikdir. Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyilir. Əvəzi əvəz etdiyi nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Amma hamısını daşımış olmayacaq. Birazdan izahını verəcəm. Özə məxsus sualı olmayacaq. Özə məxsus qrammatik şəkilçisi yoxdur. Ümumi qrammatik mənası yoxdur. Bu nə deməkdir? Biz demişdik ki, ismin ümumi qrammatik mənası əşyanın adını bildirməsidir. Sifətin ümumi qrammatik mənası əşyanın əlamət və keyfiyyətini bildirməsidir. Sayın ümumi qrammatik mənası əşyanın miqdarını və sırasını bildirməsidir. Amma əvəzlikdə belə bir xüsusiyyət yoxdur. Hansı nitq hissəsini əvəz eləsə, onun ümumi qrammatik mənasında daşımış olacaq. Əvəzi əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıya bilmir. Bunu bayaq qeyd etdim. Əvəzi bütün cümlə üzvləri vəzifəsinə çıxış edə bilir. Yəni, mübtəda, xəbər, tamamlıq, təyin və zərflik ola bilər. Əvəzliyin də digər əsas nitq hissələri kimi quruluşda 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Sadə mən, sən, o, biz, siz, onlar və s. bunlar olacaq. Bu daha çox şəxs əvəzlikləri bura daha çox daxildir. Təyin əvəzlik, işarə əvəzlik ki, bunlar sadə olurlar, yalnız sadə olurlar. Düzəltmələrə isə biri, kimsə, nəsə, neçənci, haralı daxil olacaq. Mürəkkəblərdən bir dənə filan kəsdir ki, bitişik yazılır. Yerdə qalan hamısı ayrı yazılacaq. Burada gördüyünüz kimi. Hər kəs, heç kim, kim isə, nə isə. Əvəzin mənaca 5 növ var. Şəxs əvəzliyi, işarə əvəzliyi, qeyri-müəyyən əvəzliklər, təyin əvəzliklər və sual əvəzlikləri. Mən bugün sizə işarə əvəzliyi haqqında məlumat verməyəcəm. Növbəti dərsimizdə bu haqda geniş şəkildə izah edəcəm. Şəxs əvəzlikləri. Daha çox ismi əvəz edəcəklər, ismi yerini işlənəcəklər. Kim, nə suallarından birinə cavab vermiş olacaqlar. Bayaqlarda qeyd etdiyim kimi quruluşda yalnız sadə olacaqlar. Mən, sən, o, biz, siz, onlar, bunlar deməli şəxs əvəzliyidir. Kəmiyyətcə tək və cəm olur. Mən, sən, o təkdə, biz, siz, onlar cəmdədir. Birinci və ikinci şəxs daha çox kim sualına cavab verəcək. Üçüncü şəxs isə həm insana, həm də digər canlı və cansızlara aid olduğuna görə kim və nə sualına cavab vermiş olacaqlar. Hallanır. Mən, mənim, mənəm, məni, məndə, məndən şəklində. Mən və biz əvəzliklər yərik halda ın şəkilçisini deyil də, ın şəkilçisini qəbul etmiş olacaqlar. Mənim, bizim şəklində olacaq. Bunlar mənsubiyyətə görə dəyişə bilmirlər. İsmin tam da bütün xüsusiyyətlərini qəbul etmiş olmurlar, gördüyünüz kimi. Mən, sən və o şəxs əvəzlikləri çıxışı qarşı şəkilçisini qəbul etdikləri zaman nanən şəklində tələffüz olunacaqlar. Deməli, mən bu haqda sizə isim bölməsini demişdim ki, əgər dandən şəkilsə əvvəl söz m və n ilə bitirsə, tələffüzdə nanən şəklində olacaq. Məndən, səndən şəklində. Mən və sən əvəzliklərindən başqa digərləri cəmlənə biləcək. Cümlədə mübtəda, tamamlıq, xəbər, zərflik və təyin olur. O yaxşı oxuyur, neydir oxuyur, kim o. Sizə demişdim, kimə sualına cavab verəcək, tamamlıq. Sizə gələcəklər, nə edəcəklər, gələcəklər, haraya gələcəklər. Haraya sualına cavab verirsə olacaq, yer zərfliyi. Təyin ola bilir, bizim sinif qalibdir, hansı sinif bizim. Bu ilin qalibi odur, xəbər olacaq. Hörmət mənasında siz əvəzliyi böyükdə yazıla biləcək. Mən sizi bu xidmətlərinizə görə alqışlayıram. Sonra bu tam da ismin xüsusiyyətlərini qəbul etmiş olmur. Məsələn, isim kimi konkret və mücərrəd, ümumi və xüsusi ola bilmir. Sonra ismin hara sualına cavab verə bilməyəcək. Gördüyünüz kimi. Bu sualına cavab verə bilmir. Şəxs əvəzliklərindən bu qədər. Bir də deməli, şəxs əvəzliklərindən bağlı bir məqamı da qeyd edeyim. Bu ayrılıqda yalnız ismi əvəz edir. Amma cümlə daxilində, mətin daxilində versələr bunu, daha doğrusu, deməli, digər nitq hissələrini əvəz edə biləcək. Baxın, sizə testdə 2 dənə belə ardıcıl şəkildə cümlə verəcəklər. Və deyəcəklər ki, şəxs əvəzi burada hansı nitq hissəsini əvəz etmişdir. Bu zaman nə edirsiniz? Birinci cümləni diqqətli şəkildə oxuyursunuz.
Sonra ikinci cümləyə baxırsınız və görürsünüz ki, ikinci cümlədə, birinci cümlədə yazıb ki, 10-cular yarışda fəal iştirak etdilər. Amma ikinci cümlədə 10-cular artıq yazılmayıb. Onu əvəzi ilə əvəzləyib. Onlar məqsədlərinə çatdılar. Bu nə üçün belə olur? Təkrarın qarşısını almaqdan ötürü. Mətnə ağırlıq gətirməməkdən ötürü bu şəkildə verirlər. Buradan biz bilirik ki, deməli, bizim bu şəxs əvəzliyimiz sayı əvəz etmiş oldu. Sonra yenə 2 dənə cümlə verəcəklər. Evdəkilər narahat idilər, onlar polisə müraciət etdilər. Mən artıq buradan biləcəm ki, bu sifəti, deməli, sifəti əvəz etmiş olub. Bu şəkildə yenə testə düşür. Diqqətli olun. Qeyri-müəyyən əvəzliklər daha çox ismi əvəz eləyir. Kimsə, hərə, heç nə, hər şey, filan kəs, bunlar qeyri-müəyyən əvəzliklərdir. Quruluşca sadə, düzəltmə və mürəkkəb olacaq. Hamı sadə, biri düzəltmə, filan kəs, hər şey, hər nə mürəkkəbdir. İsim kimi hallanacaq. Filan kəs, filan kəsin, filan kəsə və s. Bunlardan bəzi əvəzliyi ümumi qaydadan kənara çıxır. Bu nə deməkdir? Normalda qeyri-müəyyən əvəzliklər ismi əvəz edir. Amma bəzi əvəzliyi mənsubiyyət və ya cəm şəkilsini qəbul etdikdən sonra deməli ismi əvəz eləyə bilir. Yəni bu şəkilçiləri qəbul eləməsə, onda hər hansı bir şəkilçi görməsəz, bilin ki, sifət əvəz eləyib. Bəzi insanlar deyəndə hansı insanlar? Burada artıq sifət əvəz elədi. Bəzilərini özündən uzaq tut. Kimi, bəzilərini. Baxın, artıq cümlə daxilində istifadə elədik, sualımızı verdik və burada görürük ki, ismi aid olan şəkilçiləri qəbul eləyib, ismin sualına cavab verir. Qeyri-müəyyən əvəzliklər mənsubiyyətə görə dəyişə biləcəklər. Hamı, hərə, bəzi əvəzlikləri, bunları əzbərləyirsiniz. Deməli, cəm şəkilçiləri, mənsubiyyətin cəm şəkilçilərini qəbul etmiş olacaqlar. Hamı, hərə, biri əvəzlikləri cəmlənə bilmir. Sonra digərləri cəmlənə bilər. Məsələn, bəziləri, kimsələr, filan kəslər şəklində. Cümlədə mübtəda, tamamlıq, xəbər, eyni zamanda da bəzi əvəzlik təyin ola biləcək. Məsələn, kimsə yerindən dilləndi. Kim, kimsə. Mən hər kəsi dəvət edirəm. Kimi, hər kəsi. Bu işin səbəbkarı filan kəsdir. Kimdir? Bəzi əvəzlik sifəti əvəz edərək cümlənin təyini ola bilir. Bəzi tapşırıqları yazmışdı. Hansı bəzi tapşırıqları? Bunlardan kimsə əvəzliyi iki mənada istifadə olunur. Qeyri-müəyyən şəxs mənasında, bir də inkar mənasında. Deməli, kimsə məni səsləyirdi, əvəz edirik. Kimisə, birisi, biri məni səsləyirdi. Kimsə sənə söz deyə bilməz. Heç kim sənə söz deyə bilməz. Baxın, bununla əvəz eləyə bilirəm. Təyini əvəzliklər haqqında məlumat verim. Təyini əvəzliklər, bunun qaydasına diqqət yetirin, testə düşür. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzliklər deyiləcək. Quruluşca yalnız sadə olur. Hər, bütün, filan, öz, eyni təyini əvəzliyidir. Bunlar daha çox sifəti əvəz eləyəcəklər. Sifəti necə, nə cür, hansı suallarına birinə cavab vermiş olacaq. Eynən sifət kimi, deməli, isimdən əvvəl gələcək, onu təyin eləyəcək. Filan mövzunu oxuyun, hansı mövzunu filan. Baxın, görürsünüz, filan əvəzliyi buradadır. Filan kəsə qeyri-müəyyən əvəzlikdəydi. Sifət kimi hansı sualına cavab verəcək. Bütün dünya ayağa qalxdı. Hər bütün əvəzlikləri qrammatik şəkilçi qəbul etmir, morfoloji dəyişikliyə məruz qalmır. Eyni zamanda hər, bütün, filan əvəzlikləri daha çox sifəti əvəz eləyəcək və sifətin sualına cavab vermiş olacaqlar. Amma bunlardan son ikisi öz və eyni, deməli, mənsubiyyə şəkilsini qəbul etdikdən sonra ismi əvəz eləyə bilərlər və bu zaman ismin sualına cavab verəcəklər. Eyni əvəzi üçüncü şəxsin təkinə aid olan mənsubiyyə şəkilsini qəbul edir. Eynisi, eynilərinə şəklində gördüyünüz kimi bundan sonra ismi əvəz eləyə bilir. Mənsubiyyə şəkilsinin əvvəl lar-lər cəm şəkilsi də gələ bilər. Sonra öz əvəzliyi mənsubiyyə şəkilsini qəbul edib substantivləşir, yəni isimləşir, ismin xüsusiyyətlərini daşıyır, hallanır, cəmlənir, özüm, özümün, özümə, özümü, özləri şəklində.
özləri şəklini deməli cəmlənəcək. Öz əvəzi isimləşərkən cümlənin mübtəda, tamamlıq və xəbəri də ola bilər. Özüm gələcəyəm, kim özüm, özünü qoru, kimi, bu işləri görən özünsən. Gördüyünüz kimi burada da xəbər olub. Öz əvəzi şəxs əvəzini əvəz edir. Mən danışıram, burada artıq mən üzərindən xətt çəkirik, özüm danışıram şəklində deyirik. Öz əvəzi özündən sonraki sözün mənsubiyyət şəkilçisilə işlənməsini tələb edir və həmin sözlə birlikdə cümlə üzvü olur. Burada deməli, öz əvəzi əgər tək qalıbsa, onda siz ismin şəkilçilərini görmürsünüzsə, bilin ki, sifət əvəz edib. Belə olduğu təqdirdə hansı sözü təyin edirsə, onunla bir yerdə cümlə üzvü olur. Sual əvəzlikləri çox rahatdır. Sual əvəzlikləri sual məqsədi ilə işlənir. Bütün əsas nitq hissələrinin sualı sual əvəzliyini təşkil etmiş olacaqlar. Elə bir bütün əsas nitq hissələrinin sualı tam da burada cəmlənib. Quruluşsa bu da 3 cür olacaq. Necə, kim, nə, hara, sadə, neçənci, haralı düzəltmə, nə cür, nə edir, nə edəcək şəklində, neçə hissə, nə qədər şəklində mürəkkəb olmuş olacaq. Suala cavab vermədən cümlə üzvü ola bilirlər. Təsriflənən fe'lərin sualları cümlədə ismi xəbər yox, fe'li xəbərə aid olmuş olacaq. İsmi və fe'li xəbər haqqında sintaksis bölməsinə mən sizə keçəcəm. Belə deyim, nə etməklə başlayan suallar daha çox fe'li xəbərə aid olacaq. Fe'lin şəkilləri ilə bağlıdır ki, bu haqda sizlə geniş şəkildə danışacağım sizə. Sual əvəzliklər əvəzin özünü də əvəz edə bilir. Bəzi sual əvəzlikləri bir neçə nitq hissəsini əvəz edə biləcək. Məsələn, kim və nə əvəzliyinə baxaq. İsmi əvəz edəcək. Azər danışır, üzərinə xətt çəkirik. Kim danışır? Burada deməli ismi əvəz elədik. O danışır. İndi əvəzi elə özündə əvəz eləyir. Kim danışır? Onun üzərinə xətt çəkdim. Onun yerinə kimi yazdım, əvəz elədim. Sifət. Belə hərəkət. Necə hərəkət? İsmin yanındadır. Belə oxumaq. Bax, fe'lin yanındadır. Deməli bu nə olacaq? Zərf olacaq. Necə oxumaq? Sifət. Hansı deməli sifət əvəz edəcək. Sinifdəki şagird. Hansı şagird əvəz elədi. Sayı əvəz edəcək. İkinci sinif. Hansı sinif ismin yanındadır gördüyünüz kimi. Sonra hara var. Bakı gözəl şəhərdir. Hara gözəl şəhərdir ismi əvəz elədi. Bura gəlir. Hara gəlir bura. Gördüyünüz kimi burada da zərf əvəz etmiş oldu. Bugünlük dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Tam şəkildə başa düşdünüz. Elə də çətin bir bölmə deyil. Yəni, diqqət yetirsəz, bu dediklərimə fikir verirsiniz, öyrənsəz, sizə rahat gələcək. Sadəcə olaraq burada əsas məqamlara, dediyim məqamlara fikir verin. Sağ olun, görüşənədək.